Hazırda Biləcəri Dəmiryol stansiyasında olan xüsusi müxbirimiz Rəqsanə İbrahimzadə ərazidən ən son məlumatları çatdıracaq. Rəqsanə, buyur, söz səndədir. Hər vaxtınız xeyir olsun Çinarə. Bəli, vurğuladığınız kimi biz hazırda Biləcəri stansiyasında öz yerimizi almışıq. Məsələ bugün 6 may tarixində Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti dəfə tədarük həyata keçiriləcək. 4 vaqon gübrə və 4 vaqon da taxıl yollanılacaq. Onu da ümumi çəkisi ilə bağlı təbii ki informasiyamız var. 4 vaqondan ibarət olan ümumi çəkisi 271 ton olan gübrə və 4 vaqondan ibarət çəkisi 275 ton olan taxıl. Məsələ bu tarixdə indiki məqamda Ermənistan ərazisinə, Azərbaycan ərazisindən tranzit keçməklə yola düşür və bunu da vurğulayım ki, indiyə qədər Rusiyadan Ermənistana, Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 3 min tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib və bir məqamda vurğulamalıyam ki, Azərbaycan ərazisindən nəinki tranzit keçməklə Ermənistan ərazisinə yük göndərilir, eyni zamanda ilə Azərbaycan ərazisindən neft məhsulları da ixrac olunur ki, onunla bağlı da məlumatımız var. Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir və indiyə qədər Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton AI-92 benzini və 2955 ton AI-95 benzini ixrac olunub və dediyimiz kimi Azərbaycan ərazisindən indiki məqamda Ermənistana, Rusiyaya məxsus olan taxıl və gübrə göndərilir. Onun da ümumi çəkisi 4 vaqon, yəni 4 vaqon gübrə, 4 vaqon da taxıl yollanılır ki, ümumi çəkisi 4 vaqonun 271 tonda o gübrədir və eyni zamanda 4 vaqon ümumi çəkisi 275 tonda o da taxıldır. Məsələn, Azərbaycan ərazisində indiki məqamda göndərilir. Bir məqamı da xüsusilə vurğulamalıyam ki, elə təxminən yarım saat sonra daha bir 10 vaqonda Ermənistana yola düşəcək Azərbaycan ərazisindən. Rusiyadan Ermənistana, Azərbaycanın tranzit keçməklə son dəqiqə informasiyamızdır. Bu da yəni bu indi göndərilən 8 vaqondan əlavə, gübrə və taxıldan əlavə dediyimiz kimi 4 vaqondan ibarət çəkisi 272 ton olan gübrə və 6 vaqondan ibarət çəkisi 420 ton olan taxıl da göndəriləcək. O da məsələ bu göndərilən 8 vaqonun ardınca Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistan ərazisinə yola salınacaq və təbii ki Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin bir parçası olaraq atılır bu addımlar. Daha əvvəl Azərbaycan prezidentinin göstərişi əsasında atılır və bu da təbii ki əlaqələrin daha da inkişaf etməsinə və normallaşmasına xidmət göstərir. Azərbaycan sülh gündəlinə sadiqdir və elə 30 illik bir aradan sonra yenidən də bu addımlar atılmağa davam edir. Həmçinin Azərbaycanın iqtisadi potensialının və ixrac potensialının nə dərəcədə güclü olduğunu göstərir. Çatdıra biləcəyimiz informasiyalar bu qədərdir. Biləcəri stansiyasında öz yerimizi almışıq. Sözü yenidən sizə ötürürəm. Təşəkkürümü bildirirəm. Rəqsanə məlumatları bizə ətraflı şəkildə təqdim elədiyinə görə.